Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin video görüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdullah İbrahimli, İbrahim Əsədli və yürüyüşdə iştirak etmiş digər şəxslər müəyyən olaraq saxlanıb və barələrində cinayət işi başlanıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Başqa dövlət hansı ola bilər? Kommunist ideologiyası və başqa dövlət. Aydın Moskvadır təbii. Rusiyadır. Həmin görüntüləri bizim əməkdaşlar efirə təqdim eləsinlər. Bax, sağ oldu. O efirdə. Bəli, efirdə göstərildi. Azərbaycan SSR-in bayrağı, SSR-nin bayrağı və bunlar alıb özü də, bunlar cəsarətə bax bunlardakı. Bakının ortasında bilmirəm hansısa parkda yürüyüş edirlər. Bunları siz nətədir? Mən düzdür, zorakılığın tərəfdarı deyiləm, həmişə demişəm. Amma yeri gələndə dövlət bəzən belə adamlara zorakılıq tətbiq etməlidir. Məsələn, belələrini çıxarıb, bax bizim bu millətin azadlığının əldə edildiyi azadlıq meydanı var. O millət ki, 100 minlərlə insan, mən də həmişə olmuşam da orada. Orada çıxarıb belələrini şallaqlamaq lazımdır, vallahi. Düz deyə, indi biz o dövlət deyilik. Bura İran deyil ki, təzif ki, bizdə o qaydalar yoxdur. Amma bilirsiniz nətərdir? Belə adamları vallahi billah Rusiya zamanla belə təxribatlara cəhd eləyir. Xatırlayırsınızsa bir müddət əvvəl İmişlidə, onu da biz sizinlə dırnaq arası Ağçaqqal, orada SSR Ağçaqqal demirəm, Ağçaqqal deyirəm və tamaşaçılar, üzr istəyirəm tamaşaçılar bizi bağışlasın, amma hər kəsi öz adı ilə çağırmaq lazımdır. O Ağçaqqal orada SSR bayrağı qaldırmışdı və Dövlət Təhlükəsizlik Xidməti dərhal müdaxilə etdi, reaksiya verdi, cinayətçi başlandı və artıq məhkəmə prosesi elə bilirəm yekunlaşıb. Cəzalandırılıb onlar. Bundan sonra belə bir görüntü ortalığa çıxır. Hansısa... Baxın, Tural bəy, əslində Rusiya o Ağçaqqal dediyimiz adamla bağlı baş verən prosesdən sonra hesabını götürməli idi, o dükkanı bağlamalı idi. Ki, yəni də Azərbaycan bu şeylərə dözən deyil. Dükkanların sayını artırır. Amma artırır. Hələ üstəlik də o Sputnik'in bağlanmasından sonra, o nə bilim Rus evinin bağlanmasından sonra arada bir görürsünüz ortaya söz atırlar ki, Rus evinin Azərbaycana qayıtması ilə bağlı müzakirə gedir. Nə bilim o Sputnik'in qayıtması ilə bağlı müzakirə gedir. Yəni bu cür adamları, bu para beyinləri, peyin başları həvəsləndirirlər ki, biz gəlirik, narahat olmayın, arxayın olun, siz işləyin orada. Biz qayıdacağıq Azərbaycana. Azərbaycan, məqsəd nədir? Bax, bu insanlar SSR bayrağını qaldırıb yürüyüş keçməklə nə məqsəd güdürlər? Mən bayaq... Pul mu alırlar, yoxsa bunların beyinləri mi yuyulub? Bizim Daxili İşlər Nazirliyi xarici ölkədən maliyyələşdirməni orada yazıb. Deməli, pul müqabilində ediblər. Pul var, əlbəttə. Acından ölür Rusiya, burada da təxribatlara pul qoşur. Acından ölmək də var, ölmək var. Bilirsiniz nətər? Bu saat bax, Ukrayna müharibəsi Rusiyanın bütün pullarını sorub aparır. Bu saat aylarla əmək haqqı ala bilmir işçilər. Ondan savayı orduya yazılmaq üçün o bir dəfəlik ödəniş var axı Rusiyanın müxtəlif bölgələrində, müxtəlif rəqəmlər. İndi məsələn Rusiyanın əksər o vilayətlərində, respublikalarında ilkin ödənişi edə bilmirlər. Adamları cəlb edirlər orduya, müharibəyə göndərmək üçün. Amma deyirlər ki, pulu sonra ödəyəcəyik. Halbuki əvvəl dərhal ödəyirdilər ki, adam ailəsinə pulu buraxırdı, gedirdi vuruşmağa ki, ölsə, qalsa yenə də ailəsi yaşasın. Amma indi deyirlər ki, o pulu ödəyə bilmirik. Niyə? Çünki xəzinədə pul yoxdur. Yəni Rusiya özü həqiqətən də bərbad gündədir. Amma yenə də o bildiyini qoymur da. Yəni əlindən gələni eləməyə çalışır ki, burada bir qarışıqlıq yaratsın. Ona görə mən həmişə yana-yana danışıram. Rusiyaya köpəklik yetməyin. Yəni Rusiyanın arxasınca getməyin də. Yəni sizə ideologiya lazımdır. Tamam da Azərbaycanın bir milli dövlət ideologiyası var. Gedin arxasınca. Fərqli düşünürsünüz. Düşünün. Yazırsınız, pozursunuz, çağırış edirsiniz. Yenə edin. Amma bunu niyə Moskvaya bağlanıb edirsiniz? Sual budur da. Moskvaya, yaxud da hiç Moskva olun. Tehrana bağlanıb edirsiniz. Elələri də var da burada. Evet. Yaxud da nə bileyim, hansısa Washington'a mı, Brüsselə mi, harasa bağlanıb niyə edirsiniz axı bunu? Yəni ona görə mən təklif edərdim ki, bizim dövlətimiz bu cür halların bir dəfəlik kökünün kəsilməsi üçün komünist ideologiyasını rəsmən bu ölkədə yasaqlasın. Qanun qəbul edilsin. Maraqlı təklif. Bir sıra ölkələrdə bu var axı. Bəli. Niyə yasaqlasın? Zərərlidir da. Zərərli ideologiyadır da. Baxın, bayaq mən sizə Türkoloji Qurultayın iştirakçılarının başına gələnlərdən danışdım da.
37-ci ildə repressiyaya məruz qoyulmalarından. Onu kim etdi? Komünistlər etdi də. Adını da qoydular ki, komünist ideologiyasına zidd davranışlara görə. Yəni buna görə bizim millətin qaymaqlarını öldürüb komünistlər. Bu təxribatların qarşısını almağın yolu elə odur. Qanun qəbul edilir. Qanun qəbul edib bunu yasaklamalıyıq. Vətəndaşam, Azərbaycanın fəal vətəndaşıyam, ictimai rəydə olan birisiyəm. Çox belə dərin, necə deyərlər, təəssüb hissi ilə vətənimə, dövlətimə çağırış eləyirəm. Müvafiq qurumlara çağırış eləyirəm. Milli Məclis başda olmaqla, Prezident Administrasiyası başda olmaqla, müvafiq qurumlara elə qoy bax bu bizim Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti təklif versinlər administrasiyaya ki, bu ideologiyanın yasaklanması haqqında qanun çıxsın. Milli Məclisə Yoxsa bu nədir ki, SSR bayrağın götürüb çıxacaq, yürüyüş keçəcək, ədəbazlıq eləyəcək. Dövlət Təhlükəsizliyi Xidməti adından da göründüyü kimi dövlətin təhlükəsizliyinə cavabdeh qurumdur. Daxili İşlər Nazirliyi ölkə içində ictimai rəyin, ictimai asayişin qorunmasına cavabdeh qurumdur. Bunlar bu cür təhlükəli adamları tuturlar, saxlayırlar, düzdürmü? O Salih Səmədov idi, indi bunlardır, başqa bu tiplər də var. Yəni bunları operativ reaksiya verilir. İlk dəfə deyil də, dəfələrlə bu ideologiyanın daşıyıcıları zərərli işlə məşğul olublar. Ona görə mən çox istərdim ki, bizim Daxili İşlər Nazirimiz, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri rəsmən yazsınlar cənab prezidentə ki, biz bütün fəaliyyətimizdə müşahidə edirik ki, bu ideologiyanın daşıyıcıları Azərbaycanın dövlət müstəqilliyinə zərər vurur. Ölkənin müstəqilliyini Moskvanın ayaqlarının altına atmaq istəyir. Və ona görə də təklif edirik ki, dövlət qanun qəbul etsin, bu ideologiya yasaklansın.